Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyasında da son zəng çalınıb. Biz məzunlarımızı çox qürurla yola salırıq. Onların hər biri yaxşı nəticələr göstəriblər. Mən inanıram ki, onlar gələcəkdə də öz təhsil uğurları ilə, karyera imkanları ilə gimnaziyamızın başını ucatdacaqlar, səsləri, soraqları yaxşı yerlərdən gələcək. Yolları daima açıq olsun, uğurlar arzulayıram. Hər şeyin yaxşısı onlara qismət olsun inşallah. Məzunlar məktəbi bitirdikləri üçün həm sevindiklərini, həm də 11 il qədəm qoyduqları təhsil ocağı ilə vidalaşdıqları üçün kədərləndiklərini dilə gətirirlər. 11 sinif şagirdiyəm. Mən də digər 11-lər kimi bugün məzun oluram. Əvvəla bütün 11-ləri təbrik edirəm məzun olmaq münasibəti ilə. Onlara həyatlarında çoxlu uğur diləyirəm. İnşallah vətənimizə xeyirli gənc olanlar hamısı inşallah. 11 ildir gəldiyimiz məktəbə artıq sonuncu dəfə gəlirik. Buna görə həm sevincli, həm də kədərli deyərəm. Qeyd eləyək ki, 2024-2025-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrinin 11-ci sinifləri üzrə 113 minə yaxın şagird məzun olub. Onlardan təqribən 54 mini qız, 58 mini isə oğlandı. Biz Ayırba 24 olaraq məzunları təbrik eləyir, onlara uğurlar arzu edirik.